Xəbər verdiyimiz kimi, prodüser aparıcı Tarix Əliyev barədə son günlər mediada və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Məlumatlarda onun verilişinin bağlanacağı, eyni zamanda Space TV-də musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağı bildirilirdi. Tarix Əliyev barəsində dolaşan məlumatlara sərt reaksiya verib. O, açıqlamasında dəqiqləşdirilməmiş və təsdiqlənməmiş məlumatların yayılmasından narazılığını ifadə edib. Əziz media nümayəndələri və jurnalistlər, xahiş edirəm ki, mənim haqqımda məlumat yayarkən evdən oturub dırnaqarası jurnalistika ilə məşğul olan mənbələrə deyil, dəqiq, etibarlı sayt və mənbələrə istinad edin. Instagram səhifələrini də belə qəbul etməyin. Mənimlə bağlı dəqiqləşdirilməmiş, təsdiqlənməmiş məlumatlar yaymayın və bunun üçün mənə narahatlıq yaratmayın. Qeyd edək ki, Tarix Əliyevin verilişinin bağlanacağı və yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Azərbaycan əsilli məşhur bloger Hüseyn Həsənovun Rusiya dövlətinə olan 100 milyonlarla rubl məbləğində vergi borcunu tamamilə ödədiyi məlum olub. Bu barədə blogerin vəkili Mikhail Yusupov məlumat verib. Vəkilin sözlərinə görə Hüseyn 170 milyon rubulluq əsas vergi borcu ilə yanaşı hesablanmış cərimə və sanksiyaları da daxil olmaqla ümumilikdə 300 min rubl, təxminən 6,6 milyon manat ödəniş edib. Qeyd edək ki, dünən Moskvanın Presnenski məhkəməsində blogerə qarşı qaldırılmış cinayət işi üzrə qiyabi məhkəmə prosesi başlayıb. İstintaq materiallarına görə Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək real gəlirlərini gizlədib və büdcədən yayınmağa cəhd edib. Xatırladaq ki, 2025-ci ilin sentyabrında blogerin sushi istehsalı ilə məşğul olan sonuncu şirkəti Banda Foods'da borcları səbəbindən ləğv edilmişdi. Rusiyanı tərk edən Hüseyn Həsənov ötən ilin noyabrında ikinci dəfə axtarışa verilmişdi.